Deməli, burada örnək var. Örnəyə baxaq. Görək nətər eləyirik. Burada sahəni soruşur. Biz bilirik də, məsələn, təpə nöqtəsi bir tərəfdə, bir tərəf üzərində, qarşı tərəf üzərində tərəf olanda, üçbucağın elə bir ki, tərəfi paralleloqram tərəfinə eyni, bir təpəsi də bu birisi qarşı tərəfin üzərində olanda, belə bir şəkil olanda, yaxşı söz danışmaq, belə bir şəkil olanda üçbucağın sahəsi 2-yə vursan paralleloqramın sahəsini tapırsan. C-yi 7-dir, DF də, DF 8-dir. Onda bu üçbucağın sahəsi tərəf vur hündürlük bölü 2-dir bilirik. 56, o da yarısı nə qədər eləyir? 28. Üçbucağın sahəsi bilindi, paralleloqramda 2 vur 28. Belə. Deməli, bunlar hamısı adi şeylər. Həmin üçbucağı yaratmaqdır. Əsas ideya xətti çəkdin, üçbucağı yaratdın. Yenə hamısında xətti çəkdin, üçbucağı yaratdın. Hamına baxaq, görək bu nəsə maraqlı sual oxşuyur. Burada nə var? Deməli, təm bölənlər kəsişir. Neçə dərəcə? 90 dərəcə. Aha, bunu başa düşdük. Bunu başa düşdük. Pifaqor teoremi də görülür. Fikir versən də təm bölənlərin kəsişməsi qaydasını istifadə edir burada. 90'ı yazdıq. Sonra həmin vaxt 90 yazdıq, sonra Pifaqoru görürəm. Bax, belə xırda-xırda eyni qaydalardır hamısı təkrarlanır. 12. Sonra bura 90-sa qarşı bucaq 90'dır. Nə bileyim, bura nöqtədirsə, burada nöqtədir. Bura xətdirsə, Z bucağı, burada xətdir. Oxşarlıq var. 3 bucağı 3 bucağa bərabərsə oxşardır. Deməli, nöqtənin qabağı burada neçədir? 9'dur. Burada nöqtənin qabağı neçədir? 4'dür. Düzdür. Sonra xəttin qabağı 12'dir. Burada xəttin qabağı məsələn A-dır. Belə. Düzdür. Oradan məsələn oxşarlıqdan bu hissəni tapmaq olar. Sonra Pifaqorla YF-i tapmaq olar. Sonra nə edə bilərik? Məsələn, biz bunu birləşdirsək, belə. Buranı belə birləşdirsək, düzdür, birləşdirdik. Bu üçbucağı görürsən də elə, bu üçbucağın sahəsini tapıb 2 vuranda paralleloqramın sahəsi tapılır. Buradan bura onsuz da 13'dür. Bu da 12'dir. 13 vur 12 bölü 2. Vəssalam. Gəldik bura. Burada nə etmək olar? 30 dərəcənin qarşısını tapmaq üçün hipotenuzu yarıya bölərsən, onlar nə? 4. Buranı belə birləşdiririk, düzdür. Birləşdirdik bunu. Aha, sahə nədir? Hündürlük vuraq tərəf bölü 2. 4 vuraq 14 bölü 2. Belə gələk. Bura bu nətər işləyək. Bu belə birləşdirsək, həmin o üçbucaq yaranır. Bucağın sahəsini nətər tapmaq olar? Deməli, bax, bura oturacaqdır 16'dır. Hündürlük olsa əla olar da, düzdür. Hündürlük olsa çox gözəl olar. Hündürlüyü vurarıq tərəfə bölərək. Hündürlüyü nətər tapaq? 45'in qabağı tapmaq üçün bunu kök 2'yə bölsən. 5 kök 2 və salam 5 kök 2 vur 16 bölü 2. Düzdür. Əla. Aha. Burada nə etmək olar? Nə etmək olar burada? Bu 90'ın qabağı 16'dır da, bunu görürsən. Onda 30'un qabağı uzaqdan, bu uzaqdan görsən çətin olur, 8'dir. İndi bax, bu üçbucaq var burada. Fikir versən, bax, təpə nöqtə paralleloqramın tərəfinin üzərindədir. Bu birisi də belədir də, baba, bu göy üçbucağı sahəsini tapmaq olardı. 8 vuraq 12 bölü 2 ilə tapandan sonra, düzdür, onu da 2 vurub paralleloqramı tapmaq olur. Belə. Gəldik bura. Nə etmək olar burada? Bax, bura bir hündürlük çəksək, bu qəşəng sualdır. Hündürlük çəksək, 90'ın qabağı 12 eləyir, 30'un qabağı da 6 eləyir. Sonra da bunu belə birləşdirsək, bu üçbucaq var ya, bu
AFB üçbucağı fikir verirsən də. AFB üçbucağı 6 vuraq 14 bölü 2. Bundan həll olur məsələ. Eyni şeyi burada da eləmək olar, hə? Deməli, hündürlük çəksək, deməli, 90 qabaq 10 kökdə 2 isə 45-in qabağı kökdə 2 bölü 10. Məsələn, uşaqlar, indi mən rahat eləyirəm, hə, bu misalı. Görürsünüz, burada rahat eləyirəm. Dalbadaldır deyə suallar oxşardı ona görə. Amma bu sualı məsələn çıxardıb tək qıraqda versələr, mən istərsiniz düşünərəm. Biraz çox düşünmüş olaram. Bax, onu demək istəyirəm. Bax, belə şeylərə fikir verin. İstərsiniz başqa cür düşünərəm. Burada rahat adamın ağlına gəlir. Çünki təkrar eyni suallardır ona görə. Yaxşı, bax, bunu biləsiniz. Bunu eləyəndə bunun beynimizin bir küncünə yazmaq lazımdır bu texnikaları. Sonra buranı birləşdirsək, oldu üçbucaq. Hə? Üçbucaq oldu. Üçbucağın sahəsi də 10 vuraq 11 bölü 2. Belə. Belə. Bu birislər də 10 kimidir. Hamısı 10 kimi həll olur. Məsələn, 12-ni eləyək. 45-dir də, hə? Hı-hı. 45. Nətər işləyə bilərik bunu? Bu belə. Bu üçbucaqdır. Düzdür? Bu üçbucağın sahəsi paralelogramın sahəsinin yarısıdır. Yəni 160 kökdə 2 isə üçbucaq 80 kökdə 2-dir. Bunu nətər tapırıq? 20 vuraq h bölü 2 bərabərdir 80 kök 2. 10. H da bərabər 8 kök 2. Bildikdə, hə? 45-in qaba 8 kökdə 2, sonunda FB kök 2 dəfə ondan çoxdur. 16. Amma bu qəşəng idi. Həmin suallardan da yəni təxminin mahiyyəti başa düşdük nətər olan şeydir. Yəni bunları belə praktik eləmək lazım ki, hamısın o vərdiş otursun da yerinə. Belə. Uşaqlar, burada belə bir bilgi var. Bu bilgini öyrənək. Deyir ki, tənbölənlər olanda bura 90-dır, onu düz deyir. Burada deməli düzbucaqlı üçbucaq alındı. Oradan da hündürlük çəkirsə, məsələn, YF-in kvadratı AF vur FB, Evklit var burada, bunu görürük. Nə bilim, başqa Evklitin başqa düsturları var. İndi bizdə belə bir şey var idi də. Tənbölən üzərindən kənarlara perpendikulyar çəkəndə onlar bir-birinə bərabər olurdu. Aydın oldu, onlar bir-birinə bərabər olurdu. Belə, bunu bilmək lazımdır. Belə. Biz buradan nöqtə götürdük. Kənarlara perpendikulyarlar çəkdik. Bunlar bir-birinə bərabərdir. Sonra buradan yenə də çəkdik. Bunlar bir-birinə bərabərdir. Bu da düz xətt boyunca onda bütöv hündürlüyü verir. Bu demək bütöv hündürlük buradakının 2 qatıdır. Oldu, bu şəkildə də görsənir. Bildiniz də tənbölən üzərindəki nöqtədən tərəfə çəkilən perpendikulyarlar. Bunda tərəfə çəkilən perpendikulyarlar bərabərdir. Oldu. Bunu bir dəfə də məşq eləmək lazımdır ki, tam otursun. Yaxşı. Bax, biraz böyüdək. Bax, görsən. Bax, bu bucaqdır. Bucaq. Bucağın tənbölən nöqtədən perpendikulyar çəkildi. Bu tərəfə də çəkildi. Bir-birinə bərabərdir bunlar. Belə.
Bunun üzərindən bir dənə perpendikulyar, bir dənə də perpendikulyar bura. Burada belə xətt varsa, burada da belə xətt var. Prosta bunlar bir düz xətt boyunca olsa, düz xətt kimi olsa, istər-istəməz əsas hündürlüyə bərabər olur. Oldu. Burada bir dənə problem qaldı. Bunu ayrıca təzədən danışarıq. Bunların bir düz xətt üzərində, KYL-in bir düz xətt üzərində olmasını ayrıca bir dənə də həqiqətən də ispat etmək lazım ki, onlar bir düz xətt üzərindədir. Hal-hazırda qəbul elədik ki, bir düz xətt üzərindədir. Məsələn, burada tərəf 8-də, onda burada belə bir hündürlük çəksək, bu 3-ün 2 mislidir də, 6-dır. Hündürlük 6-dırsa, onda 6/8-də paralelogramın sahəsini verir. Burada da həmin şeydir də, düzdür. Dediyim kimi belə çəksək, bu hündürlük bunun 2 qatı idi. Hazırdır ondan da. Nə ayırmaq olar burada? Bura 12-dirsə, bura da 12-dir. Düzdür. 12-dir. Tənbülün üzərindən bucağın tərəfinə 4-dirsə, bura da 4-dür. Onda bucağın sahəsi 4/12/2. Belə. Burada da görürsünüz, tənbülün üzərindən kənara perpendikulyar çəkilib. Bu tərəfə də sən çəkirsən 15/8/2. Sonra nə ayırmaq olar? Bax, burada görürsən, 2 bucaq, 2 bucaq tənbülənsə, burada 90 dərəcədir. Bunu qəbullandıq. Sonra nə var burada? 3-4 Pifagora görə bura 5. Sonra tənbülən üzərindən bura perpendikulyar çəkir, içəriyə də sən çək, o da 3 eləyir. Bunu bildik. Sonra perpendikulyarın ayağından bura qədər olan məsafədə eyni 4. Sonra nə etmək olar? Yaxşı. Burada da yenə bura 3-dürsə, bu da 3-dür də, bu tərəfə çəkilir. 3-dən 3, 6, bütöv hündürlüyü 6, tərəfdəki 10. 10/6 paralelogramın sahəsi. Burada da tənbülənlər keçdi. Burada neçə dərəcə? 90 dərəcə. Tənbülün üzərinə nöqtədə o tərəfə perpendikulyarsa, burada bir perpendikulyar çəkirik, eyni olur. Burada da tənbülün üzərinə bura perpendikulyarsa, bir dənə də perpendikulyar aşağı çəkirik. Oldu, düz. Bu da 4'tür. Görürsünüz, hündürlük 8 oldu. 8/12 ilə biz onu tapa bilirik.